Salam, xoş gəldiniz. Bugün enerjimiz göyə yüksəlir. Çünki gələn həftənin o sehirli, o sevgi dolu ab-havasını birlikdə kəşf edəcəyik. Bu həftə ulduzlar sanki hər kəsə yeni bir şans, yeni bir həyat vəd edir. Amma başlamazdan əvvəl bir şey yadda saxlayın. Əgər hələ də bizim bu böyük və səmimi ailəmizə qoşulmamısınızsa, həqiqətən çox şey itirirsiniz. Elə indi abunə olun. Çünki bu videoda çox özəl sevgi kodlaması yalnız kanalımızın sadiq abunəçiləri üçün aktivləşəcək. Gələn həftənin xoşbəxtlik qapılarını birlikdə açaq. Hazırsınızsa, heç vaxt eşitmədiyiniz o real və dərin sevgi proqnozlarına başlayırıq. Qoçlar, gələn həftə qəlbinizin səsi məntiqlə yarışacaq. Sevgidə inadkarlığı bir kənara qoyub, qarşı tərəfin ehtiyaclarını anladığınız an, münasibətinizdə sanki bir möcüzə baş verəcək. Subay qoçlar isə köhnə bir dostluğun içində gizlənmiş o səmimi duyğunu birdən-birə hiss edə bilərlər. Bu həftə qəlbinizə güvənin. Qızlar, sevgidə sanki bir təmizlik həftəsidir. Hər şeyi analiz etməkdən yorulmusunuz. Gələn həftə kainat sənə sadəcə yaşa deyir. Partnyorunuzun səmimi bir etirafı ürəyinizi isidəcək. İndi detallara yox, o insanın sənə verdiyi hüzura fokuslan. Sevgi plansız olanda ən gözəl rəngini göstərir. Balıqlar, real qərarlar verməli olduğunuz bir həftədir. Ruhunuzu sıxan, enerjinizi tükədən o köhnə xatirələri tamamilə keçmişdə qoyacaqsınız. Ayaqlarınız yerə möhkəm basdıqca həyatınıza həqiqi, səmimi və sizi olduğunuz kimi qəbul edən o insanı çəkəcəksiniz. Bu həftə sizin üçün bir oyanışdır. Və budur. Həyatımıza o ən təmiz, ən gözəl enerjini çəkmək üçün lazım olan sirli şifrə. Bu cümləni ürəyinizdə dərindən təkrarlayın. Mən sevməyə və sevilməyə layiqəm. Həyatıma gələn hər bir duyğu mənə huzur və xoşbəxtlik gətirir. İndi isə bu enerjini təsdiqləmək və aramızdakı o görünməz bağı möhkəmləndirmək üçün şərh bölməsinə sadəcə qəbul etdim yazın. Yazdığınız hər bir rəng sizin gələn həftəyə açdığınız uğur qapısıdır. Növbətə isə əkizlərdir. Əkizlər, gələn həftə dürüstlük sizin ən böyük silahınızdır. Maskaları kənara qoyub, həqiqi hisslərinizi partnyorunuza dediyiniz an, aranızdakı bütün soyuqluq yox olacaq. İki seçim arasında qalanlar üçün isə ulduzlar çox aydın bir işarə verəcək. Ruhunuza huzur verən yolu seçin. Oğlaqlar, gələn həftə sevgidə sadiqliyin və möhkəmliyin bəhrəsini görəcəksiniz. İş həyatınızın gərginliyini evə gətirməyin. Partnyorunuzun sizə hazırladığı kiçik bir sürpriz bütün yorğunluğunuzu unutduracaq. Sizin üçün biz olmağın tam vaxtıdır. Tərəzilər sevgidə balansın tam mərkəzindədir. Gələn həftə öz dəyərinizi hər zamankindən çox hiss edəcəksiniz. Sizi anlamayanlara zaman xərcləməyi dayandırın. Çünki ətrafınızda sizin tək bir baxışınıza bənd olan insanlar var. Özünüzü sevin ki, dünya da sizi sevsin. Oxatan. Macəra dolu ürəyiniz bu həftə sakit bir liman tapmaq istəyəcək. Uzaq bir şəhərdən və ya köhnə bir tanışdan gələn səmimi mesaj sevgi həyatınızda yeni bir səhifə aça bilər. Hisslərinizi boğmayın, sevdiyinizi söyləməkdən qorxmayın.
Dolça. Dolçalar, fərqli enerjinizlə ətrafı heyran qoyacaqsınız. Sevgidə yeni bir mərhələ başlayır. Ciddi münasibətlərdə olanlar üçün bu həftə gələcəyə doğru çox önəmli bir addım ola bilər. Azadlığınızı sevən partnyorunuz sizə olan sadiqliyini sübut edəcək. Şir. 9-cu yerdə möhtəşəm, qəlbi günəş kimi isti olan şirlərdir. Əziz şirlər, gələn həftə sizin üçün bir zəfər həftəsidir. Kim sizi sındırmağa çalışdısa, kim sizin sevginizi kiçik gördüsə, indi peşmanlıqla sizin parlaqlığınızı izləyəcək. Şir bürcü sevgisində sarsılmazdır. O sevdiyi insan üçün hər şeyi edər, amma saxtalığı və yalanı əsla bağışlamaz. Əgər siz də gələn həftənin sevgi qalibi olmaq istəyirsinizsə, şərhləri qırmızı ürəklərlə doldurun. Şirlərin güclü ruhunu hər kəs görsün. Buğa. Buğalar, güvən sizin üçün hər şeydən üstündür. Gələn həftə partnyorunuz elə bir hərəkət edəcək ki, bütün şübhələriniz tamamilə dağılıb gedəcək. Maddi çətinliklərin sevginizi kölgələməsinə icazə verməyin. Çünki birlikdə olduğunuz müddətcə hər şeyi həll edəcəksiniz. Əqrəb. Əqrəblər, gələn həftə gizli duyğular aşkar olur. Amma bu qorxulu deyil, əksinə təmizləyicidir. Qısqanclıq hissini kənara qoyun. Çünki sevginiz bütün sınaqlardan uğurla keçəcək. Həftə sonu alacağınız bir xəbər sizə yeni bir qapı açacaq. Və gəldik duyğuların şahı olan xərçənglərə. Gələn həftə sevdiyiniz insan tərəfindən çox ciddi şəkildə dəstəklənəcəksiniz. Əgər təksinizsə, girməyə çəkindiyiniz bir mühitdə həyatınızın sevgisi ilə qarşılaşa bilərsiniz. Qəlbinizi tamamilə açın. Xoşbəxtlik çox yaxındadır. Gələn həftənin sevgi hekayəsi belədir. Unutmayın, bu möhtəşəm enerji yalnız abunə olan və qəbul edirəm yazanlar üçün aktivləşəcək. Əgər hələ də bizimlə eyni deyilsənsə, sən həqiqətən taleyini qaçırırsan. Abunə ol və bu sevgi dolu ailədə yerini al. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Şir bürcləri, o qırmızı ürəkləri gözləyirəm. Gələn videoda görüşənədək sevgi ilə qalın.